Müəllimlər, hər vaxtınız xeyir. Mən Ceyhun Familoğlu. MİQ və sertifikat imtahanına hazırlaşan hər bir müəllim üçün dəstək məqsədi ilə əldə etdiyim bir neçə testin izahını vermək istəyirəm. Çox keçmədən başlayaq. Ya Allah. Deməli, sahəsi 5 ha olan ərazini sahəsi 25 ar olan neçə əraziyə bölmək olar? İlk öncə ha-nı ara çevirəcək. Deməli, 1 ar ha bərabər 100 ar artsa, deməli 5 ha-da 500 ardır ar və neçə əraziyə bölmək olar deyirsə, böyük sahəni bölürük kiçik sahəyə. Bərabər edir 20 ərazi. 20 ərazi. Cavab Y bəndə. Növbəti sual. Sahəsi 40 ha olan ərazini sahəsi 200 metr kvadrat olan neçə əraziyə bölmək olar? Deməli, 1 ha bərabərdir 10.000 metr kvadrat dırsa 40 ha 40 ha bərabərdir 400.000 metr kvadrat. Bunu da neçə əraziyə bölmək olar soruşursa, həmin o 40.000-i 400.000-i bölürük neçə? 200 metr kvadrata. Düşünün nə qədər? Sıfırlar gedir. Sıfırlar gedir. Deməli, 4 2-yə böləndə 2. Neçə sıfır qalır? 3. Yazırıq bura. Deməli, 2000 əraziyə bölmək olar. Sonra 6 fəhlə bir işi 12 saata qurtarır. Fəhlə sayını 4 dəfə artırsaq, iş neçə saata təhvil verilər? Deməli, 6 fəhlə bir işi 12 saata qurtarır. Sonra fəhlərin sayını artırırıq 4 dəfə. Yəni 6 vur 4, 24. 24 fəhlədə işi 2 saata təhvil verər. 1-2 fəhlə sayı artsa, iş saatda azalacaq. Onun üçün qarşı tərəflər vururuq. 6 vururuq 12. 12 bərabər 24 vururuq x-a. Deməli, 6-ya vur 12, 72. 72-ni də bölü 24 bərabər edirik x. X də bərabər 3. Növbəti testdə 64 fəhlənin gündə 3 saat işləməklə 6 günün yerinə yetirdiyi işi neçə fəhlə gündə 4 saat işləməklə 8 gündə yerinə yetirə bilirlər? Deməli, 64 fəhlə gündə 3 saat işləməklə 6 günə 18 saat olacaq. Deməli, 18 saat işləyəcək. Saata çevirək. Neçə fəhlə deyirsə x edirik. Deməli, neçə saat fəhlə soruşursa fəhlənin sayını x edəcək. Deməli, o da gündə 4 saat işləməklə 8 gündə, yəni 32 saata bitirər, yerinə yetirər. Burada isə tərsinə olacaq. İş saatı artdıqca fəhlə saatı deməli azalacaq. Çünki məsələn 3 fəhlə bir işi məsələn 5 saata görürsə, 5 fəhlə 2 saata görə bilər. Yəni fəhlə sayı artdıqca zaman azalar və yaxud zaman artdıqca fəhlə sayı azalar. 64-də vururuq 18-ə bölürük 32-yə. 32-nin 60-ı gedir 2. O eləyəcək 36. Keçin növbəti testdə 41 nəfərlik sinifdə olanlar qızların 64%-ni təşkil edir. Cəm nə qədərdir 41? Cəm 41-dirsə deməli biz qızlara x versək, oğlanlar 41 çıx x olar. Və deyir ki, oğlanlar qızların 64%-ni təşkil edir. Yəni oğlanların sayı qızların 64%-nə bərabərdir. İkisi də vursak elə 0.64-də bərabər 41 çıx x. 0.64 x bərabər 41 çıx x
X-i bir çevirsə üstə gəlmə olacaq. 1 64 x bərabər 41. X bərabərdir. Edəcək 141 vuracaq 100-ə. Böləcək 164-də. Bərabər görün neçə edəcək. 164. 3'ə vursaq 48 edəcək. 2'ə vuraq. Deməli 8 12 3 328. Deməli ondan 8 2 ondan 2 8 sonra 0 da gətiririk yer ora. 2 də vururuq 164'də. O da 820. X neçə bərabərdir? 25. X 25'tür. Oğlanlar nə qədərdir? 41 çıxı 25. 6, 16. Sinifə 4 nəfər oğlan gəlsə, yəni artacaq olacaq 20. Daxil olası oğlanlar qızların neçə faizini təşkil edir? 20'ni də böləcək 25'ə, vuracaq 100'ə. Bu olacaq 4. 20'ni də 4'ə vuracaq, olacaq 80. Demək cavab neçə faiz təşkil edir? 80. Göldəki quşların 25% qazdır. Yəni qaz nə qədərdir? 25%. Bunu da ədədə çevirsə 0.10-da %25. X yazsaq. Sonra qazla ördəklər isə ördəklər 75%-dir. Bərabər edir 0'dan %75x. Demək gölə 20 qaz və 20 ördək gələrsə, 20 qaz və 20 ördək gələrsə, qazlar ördəklərin yarısını təşkil edəcək. Yəni ördəklərin yarısı qazlar təşkil edəcək. 0.25x üstəgəl 20. Deməli 75x üstəgəl 20 bərabər onu oranda edəcək 1. Belə 0.5x üstə gələcək 40. Bu da onu keçəndə çıxacaq. Burada üstə gəl qabanda minus olmadığı üçün, plus olduğu üçün onu keçəndə minus olur. Olacaq 0.25x bərabər. Burada da plus olduğu üçün onu keçəndə minus olur. Yəni 20 olur. Yəni 40'dan 20 çıxanda 20 olur. Edir 0.25 deyirsə, onda biz 20'ni 100'ə vururuq. Bölürük neçə? 25'ə. Bu baxanda 4 düşür. O da 20'ni də 4'ə vuranda 80. Bu quşların sayını deyir. Quşların sayı 80'dir. Testlə bağlı cavabları sizin nöqtənizə buraxıram. Cavablarınızı qeyd etməyi unutmayın. Təşəkkürlər. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm çəkilən hər bir əziyyətin bəhrəsini görərsiniz. Kanala abunə olmağı, paylaşmağı və rəy bildirməyi unutmayın. Təşəkkürlər.